Salam uşaqlar, hər vaxtınız xeyir, xoş gördük sizləri. Bugün sizlərlə 11-ci sinif buraxılış imtahanına aid suallara baxacağıq. Üçbucaqlardan median və tənbələnin xassəsinə aid çox önəmli suallara baxacağıq. Yəni bunlar çox vacibdirlər, imtahanlarda tez-tez qarşıya çıxırlar. Və əziz şagirdlər, deməli məlumat verim ki, onlayn sınaqlar qrupumuz davam edir. Sayt üzərində işlənir sınaqlar, saysız hesabsız sınaqlar var, hər şeyə aid bütün tiplər var orada. Qiymət çox aşağıdır. Bu nömrəyə yazıb qoşulub işləyə bilərsiniz. Çox tövsiyə edirəm. Yəni kiçik belə deyək ki, qiymət ödəyərək siz çox test işləyəcəksiniz. Yəni hər bir tipə aid testlər var. Bu nömrə isə onlayn dərslərdir. Onlayn dərslərə də qoşula bilərsiniz. Keçək bura. Bax, məsələ nədir? Deyir ABC üçbucağında BD ilə SY tənböləndir. Onda tutaq ki də alfa, alfa, beta, beta. Əzizlər, bizə BY-nin YD-yə nisbəti 2-dir. Bax, BY-nin YD-yə nisbəti 2-dirsə, onda mən bura 2x deyəndə bura nə olur? X. Çünki özü sənə verib də BY-nin YD-yə nisbəti 2-dir. BY-nin YD-yə, yəni BY-nin YD-yə nisbəti 2-dirsə 2xx. İndi burada 2 tənbölən var. Hər ikisindən istifadə edəcəm. SY tənbölənindən əvvəlcə istifadə edirəm. SY tənböləninə görə əgər bu SY tənböləndirsə, onda bunun buna nisbəti bunun buna nisbətinə bərabərdir. Tənbölənin xassəsi nə idi? Yəni yadınıza salın. ABC tənböləndir. BD tənböləndir. ABMN. Tənbələnin xassəsi bu idi ki, ya bunun buna, yəni A-nın B-yə, M-in N-ə, ya da ki, A-nın M-ə, B-nin N-ə. İndi bu tənbələnin xassəsi idi. İndi burada da tənbölən belə çəkildi. İndi belə çəkildiyinə görə bu 2x-in x-a nisbəti 2-dirsə, bura 2y-dirsə, burada y-dir. Yəni 2x-in x-a nisbəti 2y-in y-ə nisbəti. Bu tənbələnin xassəsini tətbiq elədim. Yəni bu tənbələnə görə 2xx, 2y. İndi AB-ni də 6 verib, buranı bilmirəm neçədir. K. Buranı bilmirəm neçədir. İndi isə BD tənbələninin xassəsini tətbiq edirəm. BD tənbələninə görə 6-nın K-ya nisbəti, həmin o burada yazdığım kimi, bunun buna nisbəti, bunun da buna. 2y-in də y-ə nisbəti. Qutardı 7. K, 2K bərabər 6, K-da 3. Bizə də bu AD lazımdır 3. Yəni bu cür, əvvəlcə bu tənbölənin xassəsinə görə bu nisbət 2-dirsə, deməli bu nisbət də 2-dir. Köndələn də. Sonra da BD tənböləninə görə də bunun buna nisbət. Qutardı 7. Bu sual çox qəşəng sualdır. Deməli uşaqlar, bu sual möhtəşəm üçlü ilə bağlı sualdır. Yadınızda saxlayın ki, düzbucaqlı üçbucaqda hipotenuza çəkilən median hipotenuzun yarısına bərabərdir. Yəni, möhtəşəm üçlü bunu deyir. Yenə deyirəm, burada çəkim göstərin. Bu düzbucaqlı üçbucaq olsun. Düzbucaqlı üçbucaqda hipotenuza çəkilən median hipotenuzun yarısına bərabərdir. Yəni, möhtəşəm üçlü budur. Düzbucaqlı üçbucaqda hipotenuza çəkilən median hipotenuzun yarısıdır. İndi bu üçbucağa bax. Bizə şərtdə yazıb ki, M nöqtəsi medianların kəşfə nöqtəsidir. M nöqtəsi medianların kəşfə nöqtəsidir. Onda medianlar 2-nin 1 nisbətində bölündüyünə görə, onda BM-i 12 verdiklərinə görə bura olacaq 6. Çünki medianlar kəsişir və kəşfə nöqtəsinə təpədən başlayaraq 2-1 nisbətinə bölünür. Onda uşaqlar, indi isə fikrinizi yönəldin yalnız AMC üçbucağına. Bu AMC üçbucağında MK, yəni AMC düzbucaqlı üçbucaqdır. Çünki buranın 90 olduğunu özü verib şərtdə. Özü şərtdə verib AMC birbirini. İndi bu AMC düzbucaqlı üçbucaqdır. MK isə hipotenuza çəkilən mediandır. Çünki bu median idi də belə. MK da hipotenuz. Hipotenuz nə deməkdir? Bu AMC üçbucağında, düzbucaqlı üçbucağında hipotenuz 90-ın qabağında duran tərəfdir də, AC-dir. Onu deməli,
Hipotenuzun yarısıdırsa 6, 6. Yəni hipotenuz da 12 idi. Qutardı, getdi, səndən daha seni istəyirdi. Bax, bu 3 də bundandır, uşaqlar. 3 də bundandır. Deməli, burada elə şəklin üstündə göstərəcəm. Bunu istəyirsə uzadıram. Bunu uzadıram. Və bu da mediandır. Niyə görə mediandır? Çünki K nöqtəsi medianların kəsişmə nöqtəsi olduğuna görə, K nöqtəsi medianların kəsişmə nöqtəsi olduğuna görə, əgər bunu uzadanda, təbii ki, medianların kəsişmə nöqtəsindən keçdiyinə görə bu da mediandır da. Yəni, medianların kəsişmə nöqtəsindən keçirsə, o tənbələn olmaz ki, median olmalı. İndi bax, sənə verib BN-i 9. BN-i 9 veribsə, deməli 6, 3-dür də. Çünki 2 bölü 1 nisbətində bölməsi üçün 6 bölçüsü də 6-nı 3-ə böləndə 2 bölü 1 edir. Bunu başqa cür necə tapardım? Buna x deyərdim, buna 2x deyərdim. 3x bərabər olacaqdı 9, x 3 olacaqdı. Deməli, bura 3-dür, burada 2, 3-ün 6-dır. Elə də görə bilərdin. SK-nı 10 veribsə, bu medianlar kəsişmə nöqtəsində 2-nin 1 nisbətində bölünür. Bura 10-sa, bura 5-dir. Və indi artıq həmin o möhtəşəm üçlüdən istifadə edirəm. Bu BKA düzbucaqlı üçbucaqdır və bayaq az öncə dediyim kimi yenə də bu hipotenuza çəkilən median hipotenuzun yarısıdır. 5, 5, yəni bura oldu 10. Yəni həmin bu BKA düzbucaqlı üçbucağında 90-ın qabağı hipotenuz 10-dur, katetdə 6-dır. Onda bura nə olur? 8. Çünki katetlərin kvadratları cəmi hipotenuzun kvadratını verir. Onda bura 8-dir. Onda bu 8 isə burada 4-dür. Çünki yenə də 2-1 nisbətində bölünür kəsişmə nöqtəsindən. Bura 8 isə bura 4. Onda AM oldu 12. Bu cür medianın, o möhtəşəm üçlünün tətbiqi və medianın xassəsi 2-nin 1 nisbətində bölünür qaydası. Bu dördüncü sual çox mükəmməl bir sualdır. Həqiqətən də çox xoşuma gəlir bu sual. Çox mükəmməl bir sualdır. Deməli, burada bunun mükəmməlliyi harasındadır? Gəlin baxaq. Mükəmməlliyi harasındadır? Gəlin baxaq. F-dir də bu. Aha. Özü şərtdə verib. BD AY-yə perpendikulyar. Yəni, BD AY-yə perpendikulyar. AF də FY-yə bərabər. AF bunu da buna bərabər verib. Sonra təzədən yazıb YS CD-yə bərabərdir. YS CD-yə bərabərdir. YS CD-yə bərabərdir 6-dır. YS CD-yə bərabərdir. Buranı 6 verib. Şəkili düz görürəm də mən YS. Aha, AD-ni 2 verib. AD-ni 2 verib. Və deyir ki, AB-ni tapın. AB-ni istəyir bizdən. Aha. Şurada. Hə. İndi uşaqlar. Həmişə üçbucaq dərsində istəyirəm deyəm uşaqlar, deyirəm üçbucaqlar. Uşaqlar demək əvəzinə. Uşaqlar, burada bir dənə çox vacib bir önəmli qayda var. Bax, A, B, Y üçbucağına bir dənə fikir verin. Bu gördüyünüz A, B, Y üçbucağı bərabər yanlıdır. Hardan bildim bərabər yanlıdır? Çünki bizim bərabər yanlı üçbucaqda belə bir qaydamız var. Demişik ki, bərabər yanlı üçbucaqda oturacağa çəkilən, tənbölən, median, hündürlük hamısı bir-birinə bərabərdir. İndi düzdür, bunun bərabər yanlı olduğunu bilmirəm, amma mən buradan görürəm ki, BF həm hündürlükdür, 90 var, həm də AF F-yə bərabər olduğu üçün həm də mediandır. Yəni, hündürlük və median olduğunu şəkilə baxdım, gördüm və deməli, burada təpədən çəkilən, yəni oturacağa çəkilən hündürlük və median eynidirsə, deməli, bu bərabər yanlıymış. Yəni, bu tərəf bu tərəfə bərabər imiş. Deməli, onda bu həm də tənbölən imiş. Çünki bu həm median, həm də hündürlük olduğuna görə həm də tənböləndir. Vəssalam. Həm bərabər yanlı olduğunu bildik, həm də tənbölən. İndi isə keçirən böyük ABC üçbucağında BD tənböləninin xassəsini tətbiq edirəm. Yenə deyirəm, ABC üçbucağında BD tənböləninin xassəsini tətbiq edirik. Onda olacaq x-in 2-yə nisbəti bərabərdir. X plus 6-nın 6-ya nisbəti. Belə. Yəni, bu BD tənbölən də deyənə
x-in 2-yə, x plus 6-nın 6-ya nisbəti. Yəni x-in 2-yə, x plus 6-nın 6-ya nisbəti. Onda buradan da 6x bərabərdir 2x plus 12, 4x bərabərdir 12, x də bərabərdir 3. X 3-dürsə səndən də AB-ni istəyir 3. Bu cür çox gözəl həqiqətən də mükəmməl sualdır ki, burada şagird bilməlidir ki, BF həm hündürlük, həm də median olduğuna görə deməli bu həm də tənböləndir, digər tərəfdən də bu üçbucaq bərabər yanlı üçbucaqdır. Sonra da tənbölənin xassəsini tətbiq etdik. Uşaqlar, 5-ci sual bu şeydə düşən sualdır, blokda düşən sualdır. Bunu istəyirəm ki, sizə tapşırım. Bunun həllini kommentlərdə yazın. Görək ki, necə yazacaqsınız bunu. Bu, qəbulda düşən, blokda düşən sualdır. Çətin sual deyil, maraqlı sualdır. Bunun həllini kommentə yazarsınız. Çalışacaq ki, bu cür videolarımız tez-tez olsun, sizə dəstək olar. Mükəmməl suallardır. Həqiqətən də bu suallar, yəni hər bu cür videolardan, bu misalların qaydasını öyrənsəz, imtahana qədər bütün tiplərin qaydasını öyrənmiş olacaqsınız. Və onlayn dərslərə də qoşula bilərsiniz. Eyni zamanda dediyim kimi onlayn sınaqlarımız davam edir. Mütləq tövsiyə edirəm. Nə qədər inkişaf etdirəcəksiniz özünüzü. Sağ olun, salamat qalın. Kanala abunə olub rəy yazmağı da unutmayın.